Bura valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil aldığı Ordubad şəhər tam orta internat məktəbidir. Bu məktəbi digər məktəblərdən fərqləndirən əsas nüanslardan biri də burada sosial qayğıya ehtiyacı olan uşaqların təhsil almalarıdır. Uzun illərdir fəaliyyət göstərən bu məktəbdə həm də 13 fiziki imkanı məhdud uşaq təhsil alır. Uşaqlar burada təhsil almaqla yanaşı, həm də gecələyirlər. Valideynini itirmiş və valideyn himayəsindən məhrum olan 60 uşaq üçün burada hər bir şərait yaradılıb. Buna baxmayaraq, onlar üçün ən gözəl hiss evlərindən məktəbə getməkdir. İstər dövlətimiz, istərsə müəllimlərimiz bizə göstərdiyi qayğı bizim üçün çox qiymətlidir. Bizim burada təhsil almağımız üçün hər cür şərait təşkil olunur. Sağlam qidalanmaq, azca vaxtımızı səmərəli keçirmək və əsasında yaxşı təhsil alırıq. Xüsusi qayğı göstərirlər. Bu məktəbdə bizim müəllimlər tək müəllim yox, tək tərbiyəçi yox, bizə həm ailə, həm müəllim, həm ana, həm ata olublar. Bunun üçün də həm dövlətimizə, həm də müəllimlərimizə təşəkkürlüyümü bildirirəm. Bəzilərinin valideynləri gəlib uşaqları burada görsələr də, digərləri həftə sonları evlərinə gedir. Uzun illərdir burada çalışan müəllimlər deyir ki, hər sabah uşaqlar dərsə gələrkən onların gözlərindəki niskinlik hissi açıq-aydın hiss olunur. Bu təhsil illərində elə şagirdlərimiz olub ki, bəli, onların valideynləri onları axtarmayıb, tapmayıb, hətta tətil müddətində də elə olub ki, onlar məktəbdə gecələməli olublar, qalmalı olublar. Amma inanın ki, bizim pedaqoji kollektivimizin elə isti münasibətini görüblər ki, onlar bu məktəbi elə öz doğma evləri hesab ediblər, müəllimlərimizi öz valideynləri hesab ediblər. Biz valideynlərə sözümüz odur ki, əgər uşaq dünyaya gətirilirlərsə, həmin uşaqları sahiblənməyi bacarsınlar. Onsuz da dövlətimiz, məktəbimiz onlar üçün hər cür şərait qurur və sahiblənir. Valideynlərə onu demək istəyirəm ki, yəni kiçik bir problemlə yəni uşağı ortada qoymaq böyük bir səhvdir, yəni günahdır. Uşaqların heç bir günahı yoxdur. Uşaqların dediyi kimi, valideynləri onları atsa da, dövlət hər zaman onlara öz isti qucağını açır və sahiblənir. Ceyhun Məmmədov, Əli Xudiyev, Layiq Qələndərli, APA TV, Ordubad.